Növbəti öyrənəcəyimiz yeni funksiya by-call və by-row funksiyalarıdır. By-call funksiyası ötürülən sayədəki məlumatlara sütun üzrə, by-row sətr üzrə baxır. Necə? Məsələn, mən yazıram by-call. Birinci biz sahəmizi ötürürük. Deyək ki, bu sahəni daxil etdik. Növbətdə isə funksiyamız seçilir. Burada müxtəlif funksiyalar var. Məsələn, keçən videoda öyrəndiyimiz array-to-text funksiyası da burada mövcuddur. Funksiyamızda sum dedi deyək ki, bu zaman nə baş verəcək? Ötürülən sahədəki dəyərlər sütun toplanacaq. Enter deyirik. Baxın, bu formada hər birisini tək-tək toplayıb cəmlərini verdi. Əgər biz bunu by-row-la yazsaydıq, o zaman ötürülən sahədəki dəyərlərə sətr üzrə baxılacaqdı və seçilən əməliyyat sətr üzrə icra olunacaqdı. Bu formada. Sən də Excel funksiyalarını bu formada sərbəst şəkildə istifadə etmək istəyirsənsə, mənim Udemy-dəki Excel funksiyaları kursuma baxa bilərsən.